Sən başqa cür fikirləşmə. Qədir bilir neynir. Deməli, Bəbir gəlmişdi şirkətə, narazılığını bildirdi, Seyranı aparmaq istəyirdi. Bəbir həmişə lazımsız yerdə özün göstərir də. Demək ki, apardı Seyranı. Yox, imkan vermədim. Amma Seyran özü də getmək istəmirdi. Sağalmağı seçdi. Xavər, sən arxayın ol. Oğlun etibarlı əllərdədir. Qədir söz veribsə, mütləq eləyəcək. Oğluğa kömək eləyəcək. Oğluma kömək eləyəcək. Qızım, sən bilirsən mən Nigarın necə fikrini çəkirəm? Qızımın hissləri ilə oynadı. İndi necə olacaq? Bir dəqiqə, siz bayaqdan hansı Qədirdən danışırsınız? Qumrunun ərindən. Bəbirdən hayfın çıxmaq üçün qızımın hissləri ilə oynadı. Ata. Görürsən, başıma nə oyun açırlar? Xavər, mən sənin valideyn kimi başa düşürəm. Biraz səbirli ol. Hər şey düzələcək. Nigar da vəziyyəti başa düşəcək. O Qədir hələ də ümid verir. Bəs necə olacaq onda? Vallahi heç bir ümid zad vermir. Elə bilərsən ki, mən Qədirin tərəfini saxlayıram, amma elə deyil. Mən hər şeyi bildiyim üçün ona görə deyirəm sənə. Bax, Qədirin də vəziyyəti çox pisdir. Onu da başa düşmək lazımdır. Onsuz da biraz keçəcək, özü də görəcək ki, Qədir öz ailəsinin barışır. Necə yəni? Xavər, Qumrunun da vəziyyət çox pisdir. O qızda heç bir günah yoxdur. O da öz evinə qayıtmalıdır. Mən onların barışması üçün əlimdən gələni eləyəcəm. İnşallah dediyin kimi olar hər şey ata. Yaxşı. Qumru evinə qayıdandan sonra sən də Bəbirin yanına qayıdacaqsın. Mən? Heç vaxt mən onu bağışlamayacağım. Ola bilməz.